Diqqət! Bu verilişdə səsləndirilən fikirlər və tibbi məsləhətlər maarifləndirici xarakter daşıyır və ümumi yanaşmanı əks etdirir. Hər bir orqanizm fərdi olduğu üçün ən dəqiq diaqnoz və doğru müalicə yalnız əyani həkim müayinəsi və müvafiq laborator instrumental analizlərdən sonra təyin edilə bilər. Adım Aytən Mırsalova, İnci Klinikasının nevroloquyam. Bugün pasientlərimizdən gələn sualları cavablandıracağam. Doktor, səhər yataqdan duranda, başımı aşağı əyəndə qısa çəkən baş gicəllənmələr yaranır. Baş beynin MRT müayinəsinə getdim, nəticəm normaldır. Bəs başım niyə gicəllənir? Təşəkkür edirəm bu sualınız üçün. Əslində çox aktual bir mövzudur. Nə baxımdan? Yəni pasientlərimiz həkimə getmədən çox meyllidirlər lazım olub-olmadan müayinələrə getmək. Bu pasiyentdə müayinədən sonra daha dəqiq bilmək olur təbii olaraq, amma şübhələndiyim daha çox daxili qulaqla bağlı olan baş gicəllənmədir ki, o baş gicəllənmədə baş beyin MRT-sində biz heç bir şey görmürük və hətta o MRT-yə göndərmirik belə. Pozisiyadan asılı olan qısa çəkən baş gicəllənmələr daha çox daxili qulaqdakı kristalların tərpənməsinə xasdır. Yəni belə, müayinə zamanı biz onu daha dəqiq bilirik və o zaman artıq diaqnozumuzu qoyub heç MRT-yə belə göndərmirik. Daxili qulaq dediyimiz, yəni biz pasientlər bunu necə başa düşək? Daxili qulaq gicgah sümüyünün tam dərinliyində yerləşir. Sadəcə daxili qulaq bizim tarazlığımızı təmin edən bir strukturdur. Bir də eşitməni də təmin edən bir strukturlardan biridir. Daxili qulağın içində xırda kristallar var. Bütün sağlam insanlarda o mövcuddur. Atalit kristalları adlanır. Həmin o kristallar normalda daxili qulağın labirintin bir yerində yerləşib, toplanıb bu şəkildə qalır. Xoşxassəli pozisiyon paroksizmal vertigo zamanı, xəstəliyin adı uzundur, daha ətraflı onu sonra izah edəcəm. Bu xəstəlik zamanı həmin o kristallar yerindən tərpənir və düşür yarım dairəvi kanala. Həmin kanala düşən an insanda güclü baş gicəllənmə yaranır və o kristallar yerinə gətirilmədiyi halda baş gicəllənmə pasiyentdə olacaq. Xəstəliyin adında ilk söz xoş xəstəli. O sözə çox böyük diqqət yetirməliyik. Nəyə görə? Adama nə qədər güclü o baş gicəllənmə gəlsə də, onun heç bir, belə deyək də, gələcəkdə bir fəsadı yoxdur. Eşitmə pozulmasına gətirib çıxarmır, sinir sistemini dağıtmır, zaten sinir sisteminin xəstəliyi heç deyil belə. Pozisiyon nə deməkdir? Yəni pozisiyadan asılıdır. Paroksizmal, yəni paroksizm bildiyimiz tutmadır. Yəni tutma şəkilli baş gicəllənmədir. Dünyada çox geniş yayılmış baş gicəllənmədir ki, statistika əsasən bir 20% insanlarda dünya əhalisi olaraq bir dəfə də olsun o baş gicəllənmə olub. Və adətən həmin hallar daha çox yaşlı insanlarda olur ki, yaşlı insanlarda bütün toxumalar istər-istəməz nazikləşir, elastikliğini itirir. Osteoporoz xəstələrində, vitamin D çatışmayanda, kalsium çatışmayanda ki, daxili qulaq sümük strukturudur. İçində təbii ki, membran strukturu da var, amma yenə də onlar hamısı bir-birinə bağlıdırlar. Doktor, ətrafımda kim varsa hamı bu kristallardan danışır. Sadəcə maraqlısı budur ki, həqiqətən hamımızda D vitamini çatışmır və yaxud da yataq rejimində dediyiniz kimi düzgün pozisyonda durmuruqmu? Hamıda bu olmamalıdır da, yəqin ki, buna görə yaranmır. Belə deyək, nevrologiyada, təkcə nevrologiyada yox, məncə elə bütün təbabətdə bütün xəstəliklər multifaktorial olduğuna görə, yəni səbəbləri çoxdur deyə, ona görə konkret bir səbəbini tutmaq çox çətindir. Məsələn, infeksion xəstəliklər o baxımdan daha rahatdır. Bilirsən ki, konkret bir xəstəlik, konkret bir virus və ya bakteriya törədir, ona qarşı müalicə yazırsan, ona da qurtarır. Bizim xəstəliklərimiz, sırf məsələn bu kristal məsələsi, D vitamin çatışmazlığı və ya pozisiya və s. onlar hamısı triggerlərdir, risk faktorlarıdır. Amma bilavasitə səbəb tam olaraq bəlli deyil.
Yəni kimdəsə onun risk faktoru ola bilər. Məsələn, olur ki, xəstə özü xüsusilə bir məqamı burada vurğulamaq istəyirəm. Bu xəstəlik tez-tez təkrarlanmaya meyllidir. Yəni o bir dəfə ilə adətən qurtarmır. Elə xəstələr olur ki, məsələn 3 ildən bir tutur elə baş gicəllənmə, ya 2 ildən bir. Elə xəstə var ki, 2-3 aydan bir tutur. Və o xəstələrdə məsələn bütün risk faktorları aradan qaldırırıq, yenə də tuta bilər. Amma elə xəstə var ki, vitamin D çatışmazlığı ilə zaten demək olar dünyanın əksəriyyəti vitamin D çatışmazlığı ilə gəzir, amma hamıda o baş gicəllənmə olmur. Yəni onun bilavasitə %100 bir səbəb kimi D vitamin buna gətirib çıxarır, yox, elə bir şey yoxdur. Yeganə fəsadı odur ki, o güclü baş gicəllənmə zamanı insan yıxıla bilər, travma ala bilər də, çünki o moment müvazinət pozulması da ciddi ola bilər. Bir də ki, həmin o kristallar vaxtı-vaxtına yerinə otuzdurulmamış, xüsusi manyovrlar vasitəsilə biz bunu eləyirik. Yəni bu xəstəliyi biz dərmanla müalicə etmirik. Dərman simptomatik olaraq verə bilərik ki, güclü baş gicəllənmə, ürək bulanma, qusmaya qarşı. Amma əsas məsələ həmin o yerindən çıxmış kristalı yerinə otuzdurmaq. Və o vaxtında yerinə otuzdurulmasa və digər risk faktorları araşdırılmasa, sadəcə bu xəstəlik pasiyenti tez-tez incidə bilər. Doktor, baş gicəllənməsi üçün pasiyentlərimiz ən doğru şəkildə hansı həkimə müraciət etməlidir? Əslində belə deyək, baş gicəllənmə o qədər növləri var ki, öz klinikasında, öz sahə üzrə hər bir həkim istənilən halda baş gicəllənmə ilə rastlaşır. Baş gicəllənmənin növləri də fərqlidir. Elə tipli növ var ki, məsələn, elə həmin o kristallarla bağlı baş gicəllənmə zamanı bütün dünya başına fırlanır. Elə baş gicəllənmə var ki, sadəcə göz qaralma tipli olur və ya səndələmə tipli olur, amma bütün əşyalar yerində durur. Çünki səbəblər fərqlidir, ona görə baş gicəllənmənin təzahürü də fərqlidir. İlk başda zənnimcə terapevtə müraciət etsələr daha doğru olar. Çünki terapevt hər şeyi bilərək, bütün anamnezi toplayaraq ya özü diaqnoz qoyub müalicə yaza bilir, ya da daha dar ixtisaslaşmış həkimə yönləndirə bilir. Doktor, anamın 63 yaşı var, baş gicəllənməsi olur. Bununla yanaşı boyun ağrıları da mövcuddur. Boyun problemləri baş gicəllənməyə gətirib çıxara bilərmi? Çox sağ olun sualınız üçün. Aktual bir sualdır. Həqiqətən də boyun problemləri baş gicəllənməyə gətirib çıxarır, amma hər zaman yox. Belə deyək, indiki zamanda məncə boyun problemi olmayan insan demək olar yoxdur. Çünki oturaq həyat tərzi sürürük, daimi kompüterin qabağında oluruq. Başın vəziyyəti belə saatlarla qalır. Təbii olaraq boyunda degenerativ dəyişikliklər, osteoxondroz və onun digər fəsadları baş verə bilər. Amma hər osteoxondroz baş gicəllənməyə səbəbdirmi? O böyük sual altındadır. Çünki baxın, osteoxondroz zamanı və ya digər servikagenda, belə deyək, yəni boyundan qaynaqlanan baş gicəllənmələr zamanı, daha doğrusu servikagen problemlər zamanı boyun əzələləri gərginləşir, orada iltihab yaranır, boyun ağrıları olur. Həmin boyun əzələlərində də çox saylı sinir ucları var, reseptorlar, hansı ki bizim daxili qulaqla, gözlə və onları nəzarət edən beyin strukturları ilə əlaqəlidir. Və onun hesabına biz məsələn başımızı çevirərək, əyilərək və s. bizdə heç bir koordinasiya pozulması baş vermir. Çünki bütün bu strukturlar birlik olaraq işləyirlər. Və həmin əzələlərdə patoloji proses baş verəndə osteoxondroz fonunda reseptorlar artıq səhv siqnal göndərir beyinə. O səhv siqnalı göndərmək hesabına baş gicəllənmə yarana bilər. İkinci məqam, onurğanın böyründən keçən əsas bizim başa gedən damarlarımız var, beyinə gedən damarlarımız var və boyunda çox ciddi artıq problemlər gedirsə, həmin o damarlar sadəcə darala bilər və onun hesabına da qan dövranı pozulur, baş gicəllənmə yaranır. Bir də üçüncü bir mexanizm boynun ətrafı, daha doğrusu onurğanın ətrafında vegetativ sinir sisteminin düyünləri var, simpatik düyünlər. Həmin o düyünlər
damarların tonusunu nəzarət edən bir düyünlərdir, belə deyək. Və boyun zədələnəndə, fəqərlər zədələnəndə həmin o düyünlərə də təsir edə bilir və damarlar normal olsa belə damarın qidalandıran sinirlərdə problem yaranır. Damar tonusu pozulur, genişlənmə, daralma, bu tarazlıq pozulur və onun hesabına da baş gicəllənmə yarana bilər. Bəzi növ baş gicəllənmələrdə isə psixiatrın rolu belə əvəz olunmazdır. Çünki başqa heç bir səbəb tapılmadan, xüsusilə stres, depressiya, həyəcan və digər belə psixiatrik vəziyyətləri yaşayan xəstələrdə baş gicəllənmə yarana bilir. Və bu xəstələri biz nevroloqlar, psixiatrlar artıq sakitləşdiricilərlə müalicə edirik. Doktor, güclü baş gicəllənməm var. Nevroloqa müraciət etdim, mənə miqren diaqnozu qoydu. Bildiyim qədərilə miqren baş ağrısının bir növüdür. Baş gicəllənmə ilə nə əlaqəsi var ki? Təşəkkür edirəm sualınız üçün. Aktual bir mövzulardan biridir. Deməli, hamınızın da bildiyi kimi miqren baş ağrının, birincili baş ağrının çox geniş yayılmış bir növüdür. Amma bəzi xəstələrdə miqren özünü baş gicəllənmə ilə, sadəcə baş gicəllənmə ilə göstərə bilər. Həmin o baş gicəllənmə tutma zamanı baş ağrısı ola da bilər, olmaya da bilər və ya o dərəcədə zəif ola bilər ki, baş gicəllənmə ilə müqayisədə heç xəstə baş ağrısından şikayətlənmir. Amma diaqnozu tam dəqiq bilmək üçün bu pasiyentə xüsusi önəm verməliyik anamnezin, yəni xəstəlik tarixinin toplanmasına. Vestibulyar miqrendən əziyyət çəkən xəstələrdə məlum olacaq ki, keçmişdə baş ağrıları, atakaları olub və məhz miqrenoz tipli olub. Sadəcə pasiyent baş gicəllənməni ayrı görür, baş ağrını ayrı görür, elə bilir ki, baş gicəllənmə onunla əlaqəsi yoxdur. Həqiqətən də var, vestibulyar miqren zamanı baş gicəllənmələr güclü olur, uzun çəkə bilir, amma müxtəlif olur. Məsələn, 5 dəqiqə də çəkə bilər, 72 saat da çəkə bilər fasiləsiz olaraq. Ürək bulama, qusma da ola bilər, işığa, səsə qarşı həssaslıq da ola bilər ki, bu miqren zamanı da olur və spesifik miqrenə xas olan ağrılar da olur. Amma bu diaqnozu qoymaq üçün, vestibulyar miqren diaqnozunu qoymaq üçün mütləq diferensial diaqnostika aparmalıyıq. Digər bayaq sadaladığım baş gicəllənmələrlə diaqnoz fərqliliyini anlamalıyıq. Çünki hər miqren xəstəsində təbii olaraq vestibulyar miqreni olur, amma vestibulyar miqren geniş yayılmış bir xəstəlikdir. Bir yerdə başımız ağrıyanda, başım ağrıyır, həkimə getmək deyəndə, məsələn, böyüklərimiz dərhal deyir ki, dərman verim. İlk olaraq insanın yadına dərman salırlar və sən deyirsən ki, atım, sonra həkimə gedərəm və atırsan müvəqqəti olaraq sakitləşir, sonra problem yaddan çıxır. Ta ki, növbəti problem başlayana kimi. Bir həkim olaraq dərman atmağa münasibətiniz necədir? Baş ağrısı zamanı ağrının birinci növünə bağlıdır, bir də tezliyinə bağlıdır. Daimi şəkildə ağrıkəsici içirsinizsə, o çox ciddi bir fəsada gətirib çıxaracaq. Məsələn, miqren xəstəsi olsun, davamlı hər gün, gün aşırı, ya da ayda məsələn 8-10 dəfə ağrıkəsici içirsə, gələcəkdə məsələn 3 ay davamlı onu etsə, dərmanların sui-istifadəsinə bağlı baş ağrısı yarana bilər. Bir növ asılılıq kimi mi deyim, yəni baş ağrısı onsuz da miqreni var idi, üstünə həmin o digər baş ağrısı növü gəlir ki, həmin zaman artıq bir müddət sonra ağrıkəsici də təsir etmir. Və belə xəstəni nevroloq tərəfindən müalicə etmək də çox çətin olur. Ona görə düz demisiniz ki, vaxtı-vaxtında həmişə həkimə müraciət etmək lazımdır. Xüsusilə miqrendən söhbət gedirsə, miqren güclü ağrıdır. Adamı invalidizə edən ağrıdır. Yəni həmin ağrı zamanı insan heç yataqdan dura bilmir belə, tərpənə bilmir. Hər fiziki aktivlik, hər bir hərəkət ağrını artırır. Təbii olaraq elə ağrına dözmək lazım deyil və biz nevroloq olaraq da həmişə tövsiyə edirik ki, ağrıkəsici için. Sadəcə profilaktik müalicəni də almaq lazımdır ki, ağrının qarşısını almaq üçün. Çünki ağrıkəsici sadəcə ağrını götürür.
Başqa heç bir şey etmir. Ağrını gələcəkdə təkrarlanmasının qarşısını almır. Ona görə bəli, indi epizodikdirsə ayda bir dəfə, 3 aydan bir dəfə ağrı tutubsa, tamam, ağrı kəsici İdarə etmək olar. içsin, idarə etmək olar. Zaten elə hallarda əgər başqa ciddi bir səbəb yoxdursa, təbii ki, o ağrının da söhbət adi miqrendən gedir. Yəni başqa heç bir fəsad yoxdursa bu xəstədə, biz heç 3 aydan bir tutan ağrıya görə profilaktik dərman yazmırıq. Çünki profilaktik müalicə gündəlik olmalıdır. Və gündəlik 6 ay, bəzən 1 il belə, bəzən illərlə xəstələr profilaktik müalicə aldığı halda, yəni 3 aydan bir ağrı tutursa ona dəyməz. Ağrı kəsici təsir edirsə və yenidən də diqqət edirəm ki, burada başqa heç bir fəsad olmadan. Doktor, illərdir normal yata bilmirəm. Ağır itkidən sonra sinirlərim tamamilə pozulub. Həkim mənə dərmanlar yazır, amma onlardan asılı qalmaq istəmirəm. Başqa bir yolla yuxumu düzəldə bilərəmmi? Yuxu bizim təbii antidepressantımızdır. Sağlam yuxu hesabına təkcə sinir sistemi yox, bütün bədən yenilənir, istirahət edir və xəstəliklərdən belə deyək qorunur. Və siz dərmanlardan asılı olmağa qorxursunuzsa, o biri tərəfini düşünün ki, yuxusuzluq nə dərəcədə sizin bədənimizə ziyan verir. Yuxusuzluqda istifadə etdiyimiz dərmanların arasında elə dərman var ki, asılılıq yaradır, eləsi var ki, asılılıq yaratmır. Və biz hər zaman tərcih edirik ki, ikinci qrup dərmanı seçək. Bəzən birinci qrup dərmanlara da ehtiyacımız olur. Çalışırıq maksimum qədərilə qısa müddət onu verək ki, asılılıq yaranmasın. Amma yenə deyirəm, sağlam yuxu daha vacibdir bədən üçün, nəinki dərmandan asılı olmaq. Təbii ki, dərmandan asılı olmaq heç kəs istəməz. Mən bir həkim olaraq istəmərəm, heç bir nə özümə, nə xəstəmə onu eləmək istəmərəm. Yenə deyirəm, maksimum qədərilə çalışırıq elə müalicə taktikasını seçək ki, xəstə dərmandan asılı qalmasın. Amma müalicə uzun müddət getməlidir. Özünüz də başa düşürsünüz ki, uzun müddət yuxusuzluqdan əziyyət çəkən insan 1 aya, 2 aya düzəlməyəcək. Onun müalicəsi biraz uzun çəkir. Amma sinir sistemini tam düzəldəndən sonra ki, ağır itkidən sonra böyük ehtimalla depressiv bir posttraumatik pozuntu fonunda depressiv bir hal yarandı və ya həyəcan və ya qarışıq həyəcan, depressiv pozulma yarandısa, yəni yuxunun pozulmasının səbəbkarı odur. Biz yuxusuzluğu müalicə etmirik. Biz onu yaradan depressiv pozuntunu müalicə edirik ki, o vəziyyətdən çıxandan sonra yuxusu zaten düzələcək. Düzgün yuxu ümumiyyətlə nəyə deyirik? Məsələn, hansı saatda yatılmalı, hansı saatda durulmalıdır? Bəziləri deyir saat 4-də durmalısan, bəziləri deyir 6-da durmalısan, bəziləri deyir 8-də durmalısan. Biz artıq o qədər bilgi alırıq ki, doğrusu nədir sizdən eşidək? Ortalama böyük insan üçün 7-9 saat götürülür. Uşaqlarda təbii ki, o daha çoxdur. Uşaqlarda hətta gündüz yuxuları da mövcuddur. Böyüklərdə gündüz yuxuya o qədər ehtiyac olmur. Amma gecə yuxusu 7-9 saat, misal üçün ortalama 8 saat götürsək, o 8 saatın fərqi var. Məsələn, gecə saat 2-də yatıb, səhər saat 10-da durmaq və ya axşam saat 10-da yatıb, səhər saat 6-da durmaq, yenə də saat hesabı eynidir, 8 saatdır. Amma saatlar, yuxunun keyfiyyəti tam fərqlidir. Nəyə görə? Bizdə bədəndə çox saylı hormonlar var və hormonların bir çoxusu sirkadian ritmə tabedirlər, yəni gecə-gündüz ritmləri mövcuddur. Hansısa hormonlar gecə daha çoxdur, hansısa hormonlar gündüz daha çoxdur. Bizim yuxu hormonu dediyimiz melatonin, onun ifrazı təxminən axşam saat 10-da başlayıb gecə saat 2-yə kimi pikinə çatır. 2-dən sonra yavaş-yavaş düşür, təxminən səhər saat 6-da, 7-də minimuma enir ki, insan oyanır. Kortizol hormonu isə tam əksinə, kortizol səhər saatlarında bizim oyanmaya olan saatlarda artıq maksimuma çatır və beləliklə kortizolun hesabına bizim bədənimiz, artıq stres hormonu deyilir də ona, bədənimiz fəaliyyət göstərir, yəni yatmır. Və insan həmin o hormonların maksimum və minimum saatlarına diqqət etmədən yatırsa, həmin o hormonların sintezi pozulur.
Məsələn, o melatonin ki, gecə saat 2-yə kimi, 10-dan 2-yə kimi də belə kobud desək, insandan insana fərqlənir təbii ki. Həmin o saatlarda yuxuda olmasa, melatoninin aşağı düşmə vaxtında və kortizolun qalxma vaxtında yuxuda olsa, həmin o yuxunun keyfiyyəti də bədən üçün yaxşı deyil. Bir də qarmonların sintezi də pozulur. Ona görə o baxımdan biz saatlara çox diqqət yetirməliyik. Başqa çox vacib bir məqam yuxuda olan insanın ətraf mühiti. Yəni sakit olmalıdır, havasızlıq yəni olmamalıdır təbii olaraq. Uyğun temperatur, insan üçün uyğun temperatur olmalıdır. İşıq otaqda olmamalıdır. Əgər elə insanlar var ki, qaranlıqda həyəcan, təşviş pozuntusundan əziyyət çəkən insanlar qaranlıqda qorxur yatmağa. Tamam, yandırsın işığı, koridorda yandırsın. Başqa bir otaqda tam gözünə vurmamaq şərti ilə. Bir də yuxu gigiyenasının əsas məqamlarından biri və son zamanlar ona görə yuxusuzluğun daha çox artmasını düşünürəm. Gadgetlər, mavi ekran, telefon, televizor, kompüter. Həmin o mavi ekran melatoninin sintezinə bilavasitə təsir edir və onun sintezini pozur. Beləliklə, yatmaqdan qabaq o qədər adam tanıyıram ki, deyirlər ki, mən telefona baxmamış yata bilmirəm. Tamam, ilk başda başını qatmaq üçün ola bilər, amma sonradan melatonin sintezi istər-istəməz nə vaxtsa pozulacaq və yuxusuzluq yaranacaq. Ona görə yatmaqdan qabaq ən azı 1-2 saat telefon, televizor, kompüterə baxmaq olmaz. Yanaşı tövsiyə edirik ki, belə ağır fiziki aktivlikdə olmamalıdır təbii olaraq, amma yüngül gəzinti kimi axşam yatmaqdan qabaq təmiz havada etmək, yəni yuxu üçün, yuxu keyfiyyəti üçün daha önəmlidir. Bir də bəli, yatmaqdan qabaq yemək tövsiyə olunmur. Xüsusilə mədə-bağırsaq problemi olanlara ümumiyyətlə tövsiyə olunmur. Amma sinir sistemi üçün də çox xeyirli bir şey deyil. Yəni yatmaqdan ən azı bir 2-3 saat qabaq demirəm ac getməyə yatmağa. Çünki elə olur ki, xəstə məsələn deyir ki, axşam saat 6-da yedim, onunla da qurtardıq, 6-dan sonra yemirəm. Sonra gecə saat 11-də bir canavar acılığı gəlir adama, gedir yeyir, ondan sonra da yata bilmir. Yəni belə bir şey etməkdənsə elə axşam saat 8-də yesin heç olmasa. Yenə də indi baxır hansı xəstəlikdə, bəzi xəstəliklərdə tövsiyə oluna bilər axşam saat 6-dan sonra yeməmək. Amma yüngülvari bir şey, perikus kimi etmək olar ki, yəni yenə də boş mədə ilə, dolu mədə ilə adam yatağa girməməlidir. Yuxu gigiyenasının bir parçası da düzgün iş və istirahət rejimi, adekvat iş rejimi. Çox insanlarda yuxu pozulması baş verir, məhz gecə növbələrində olanda. Təbii ki, indi iş elədir ki, bəzi insanlar məcburdur gecə növbələrinə, amma o zaman da hazır olmalıdırlar ki, yuxu pozulması gec-tezi baş verə bilər. Yəni aşırı dərəcədə çox işləmək, bəzi insanlar fikirləşir ki, mən çox yorulsam, yaxşı yataram. Amma bəzən paradoksal bir şey baş verir ki, nə qədər çox yorulursa, ümumiyyətlə yuxu qaçır. Yəni iş rejimi və istirahət rejimi adekvat şəkildə olmalıdır ki, adamın yuxusu da normal olsun. Mən nevroloqa yaddaş pozulması ilə müraciət etmişəm, amma mənə normal yata bilmədiyim üçün yuxu dərmanları yazıb. Mən iş rejimimlə bağlı uzun müddətdir ki, çox az yatıram, amma bu məni narahat etmir. Əsas narahatçılıq törədən durum unutqanlığımdır. Yuxu dərmanını yenə də içməliyəm. Baxın, burada çox vacib bir məqam var. Yuxu zamanı bizim beynimiz yatmır. Belə deyək də, özümüz yatsaq da beyində davamlı proseslər baş verir, xüsusilə təmizlənmə prosesləri. Misal üçün, hamımız bildiyimiz və hamımızın qorxduğu Alzheimer xəstəliyində onun markeri olan patoloji bir zülal var. Beta-amiloid adlanır o zülal və o zülal xəstəlik zamanı beynin müxtəlif nahiyələrində toplanıb beyin atrofiyasına gətirib çıxarır. Hüceyrələrin parçalanmasına gətirib çıxarır və beləliklə yaddaşsızlığa. Bilmirəm, yəqin bir çox insan bilmir ki, həmin zülal bütün sağlam insanlarda var. Hamımızda ifraz olunur. O zülal bizə onsuz da lazımdır, amma yetərli miqdarda belə deyək, topa şəklində yox. Və həmin o beta-amiloid sağlam yuxu zamanı parçalanır.
Yəni gün ərzində sintez olunur, yuxuda parçalanır. Və insan öz normal yuxusunu almayanda o zülal başlayır toplanmağa. Toplanır çox mikroskopik səviyyədə. Demirəm ki, hər yuxusuz olan insan axırda Alzheimer olur, yox. Amma Alzheimer üçün yuxusuzluq çox böyük risk faktorudur. Və ilk başda Alzheimerə çatmamışdan qabaq yuxu almayan insan yaddaşsızlıqdan avtomatik olaraq şikayətlənəcək. Və belə xəstələrə biz yaddaş dərmanı yazmırıq. Məhz sakitləşdirici yazırıq da, müxtəlif qrup dərmanlar yazırıq ki, yuxusu düzəlsin ki, yaddaşı avtomatik düzələcək. Yəni burada ona görə sizin həkiminiz çox doğru taktikanı seçdi ki, siz özünüz yuxusuzluqdan şikayət etməsəz də, amma bədəniniz haykırır. Yəni türklər demiş, qışqırır sizin bədəniniz həmin o unutqanlıqla o cümlədən. Doktor, ümumiyyətlə yuxu pozulmasının səbəbləri nədir və yuxusuzluqdan özümüzü necə qoruya bilərik? Deməli, yuxusuzluğun əsas səbəbkarları ilk başda Stress və onun nəticəsində yaranan müxtəlif psixoloji, psixiatrik problemlər, yəni depressiyadır, həyəcan pozulmaları və s. Yuxusuzluğun səbəbkarlarından biri xroniki ağrıdır. Misal üçün, revmatoid artrit olsun, nəsə oynaq problemi olsun və ya digər orqanlarda, hər hansı bir orqanda xroniki ağrı varsa, o yuxusuzluğa gətirib çıxara bilər. Ürək problemləri həmçinin yuxusuzluğa səbəb ola bilər. Xüsusilə ürək çatışmazlığı olanda, uzanmış vəziyyətdə nəfəs ala bilməyənlərdə. Bəzi xroniki sinirlə bağlı xəstəliklər, məsələn, demensiyalar, Parkinson xəstəliyi, o da yuxusuzluğa gətirib çıxarır və ya digər orqanların uzun sürən xroniki xəstəlikləri, börək çatışmazlığı mı olsun, qaraciyər çatışmazlığı mı olsun, onlar da yuxusuzluğa səbəb olur. Özümüzü qorunmaq barəsində isə bayaq dediyim kimi həmin o yuxu gigiyenasının şərtlərinə riayət etmək. İndi özümüzü stressdən qorumaq deyəcəm də nə dərəcədə bunu bacararıq, o artıq böyük sual altındadır indiki dönəmi nəzərə alaraq. Son olaraq bir həkim kimi demək istəyirəm ki, erkən diaqnoz həyat qurtarır.